Mülayim iqlimin 4 yarım tipindən biri də mülayim dəniz iqlimidir. Mülayim dəniz iqlimi bütün aylarda rütubətin olması ilə, yəni il boyu rütubətli olması ilə, orta temperaturun 5-15 dərəcə arasında dəyişməsi ilə fərqlənir. Yəni diaqrama baxırsınız, temperatur gedişatı 5-15 arasındadırsa, bütün aylarda yağış varsa, mülayim dəniz haqqında düşünə bilərsiniz. Məsələn, London şəhərinin diaqramı. Mülayim dəniz iqlim yarımtipi mülayim iqlim qurşağının qərb hissələrini əhatə edir. Ən geniş yayılıq ərazilərdən biri də Qərbi Avropa ərazisidir. Yəni gördüyünüz bu ərazi mülayim dənizdir. Gördüyünüz bu hissəni yadda saxlayın, gəlin həmən əraziyə fiziki və siyasi xəritə üzərində nümunələr gətirək. Mülayim dənizin yayıldığı ərazi təxminən bu ərazidir, düzdür. Deməli, Skandinaviya yarımadasında, Jutlandiya adasında, Temza çayında, Reyn, Elba, Sena çaylarının aşağı axarlarında, İrlandiya adasında, Britaniya yarımadasında mülayim dəniz iqlimi yayılmışdır. Siyasi xəritə üzərində də aydınlıq gətirək. Bu ərazilər mülayim dəniz iqliminin yayıldığı ərazilərdir. Yəni İrlandiya paytaxt Dublin, Britaniya paytaxt London, Fransanın qərb hissəsi, Almaniyanın qərb hissəsi, Belçika paytaxt Brüssel, Niderland, Amsterdam, Danimarka, Kopenhagen, Norveç paytaxt Oslo. Bu şəhər və ölkələri gördüksə cavabımız mülayim dəniz olacaq.